Hər vaxtınız xeyir olsun, hörmətli soydaşlarımız. Sizi yenə də Dahi Nizamının yanından salamlayıram. Yoldaşlar, niyə gəlirəm mən bura? Ayda 3-4 dəfə gəlirəm. Bu Nizamının bu üstünün təmizlətdirməyə. Burada bir dvornik var, o ilə razılaşmışıq. Davamlı olaraq bunun üstünün təmizləməsi ilə məşğul olacaq. Yoldaşlar, indi mən sizə bir yüngül məlumatlarla tanış eləyəcəm. Yoldaşlar, bizim 3 gündür mən spetspriyomniklər müvəqqəti dayanacaq. Yəni milləti tuturlar, aparırlar ora, kimin sənədi yoxdursa. Bir ay, 2 ay orada qalır, ondan sonra gedir. 3 dənə spetspriyomnikdə olmuşam. Heç birində nə səfirliyin, nə də başqa bir diaspora təşkilatı nümayəndələri gedib baş çəkmir. Nə olur, o da millətdir də, o da insandır, o da sizin vətəndaşdır. Ay səfirlik, baba qarşımda da ki, bu səfirlik də. Amma Yekaterinburgda bir məhkəmə olur, Şahin Şıxlinskinin. Görürəm ki, diplomatlar orada gedirlər, baş çəkirlər. Nə var, onun pulu çoxdur. Kasıb harda qalır? O da millətdir də. Gəlin ona da arxasıcan düşəyin də, ona da kömək eləyəyin də. Qardaşım, mən yenə də deyirəm ki, bizim diplomatlar ömrü boyu pul istisat eləyiblər. Hamısı burada ev alıblar. İndi görürsünüz, işin üstü açılır. Polad Bülbüloğlu'nun necə satdığın kinostudiyanı. Burada da elə. Bütün sənədləri satdılar burada. Kvota verilirdi institutlara, onu satdılar burada. Çox şeylər satıblar burada. Rusiyada kvota bilirsiniz, institutlara girmək üçün kvota verilirdi. Amma indi nəzərinizə çatdırım sizin. Bu veriliş böyük bir veriliş olacaq. Şuşa 44 TV YouTube'da. Xahiş edirəm bir orada abunə olun, ondan sonra gözləyin. Böyük bir veriliş olacaq. Çünki Rusiyada Azərbaycan vətəndaşları, Azərbaycan milləti 3-cü sinif olub artıq. Treti sort deyirlər buna rus dilində. Nə səfirlikdə gəlib normal bir xidmət görmürlər. Davamlı olaraq, necə deyirlər, gəlirlər burada, yatırlar bu nizamının ətrafında, gözləyirlər ki, görək sənədlər nə vaxt hazır olacaq. Yoldaşlar, çox şeylər var. Açığın sizə deyim ki, burada, Rusiyada açığın sizə deyim ki, Azərbaycanın daha doğrusu küllü miqdarda pulları istisat olunur. Tədbirlərə, ondan ora, bura, hamısı məlum məsələdir. Nə olur ki, burada adamlar ölür, Quruz 200 deyirlər, onun göndərində bir dənə konsulluq və səfirliyin və yaxud diplomatların biri gedib orada, onu necə deyirlər, yola salmır, maraqlanmır, adamlar ölür. Elə səfirliyin qarşısında da adam ölüb, gedib onu heç kim maraqlanmır. Budur, bizim Rusiyada çalışan diplomatların işləri. İndi görərsiniz, Polad Bülbüloğlu'nun arxasıca bizim bu Rəhman Mustafayevin işi də açılacaq. Çünki Rəhman Mustafayev də onlar kimi Polad Bülbüloğlu ilə burada çox işlər görüb. İndi hər şey açılacaq. Bunlar məni nə ilə qorxuzurlar? Polisə verməklə. Polis gəlir, polis güya görəcək. Məni tutar, belə eləyər, şikayət. Qardaş, gəl də o günləri mən saatı ilə deyə bilərəm. Pakistanın səfiri gəldi, arxasıca da o dəllallar girdi içəri. Mən bunun saatı ilə, dəqiqəsi ilə deyə bilərəm. Rəhman müəllim, gəl düzdən şax. Lazımdır ki, gəl buraları təmizlə, qayda qanun yaratsan burada. Mənimlə işin yoxsun, mən xalqımı sevən bir jurnalistəm. Rəsmi də mənim haqqım var bunları çəkməyə. Odur ki, bununla məni heç vaxtı siz qorxuda bilməzsiniz. Dostlar, bunu elə qısa olaraq sizin nəzərinizə çatdırdım. Şuşa 44 TV-də görəcəksiniz, böyük bir veriliş olacaq. Yekaterinburgda nələr olub, bu millətdən nə qədər orada pullar yığılıb, o pullar necə istisat olunub, millətin başına necə oyunlar açılıb orada, hər şey açılıb töküləcək. Sağ olun, sağlığına qalın.